Sevgi his değil. Sevgi bize gelen bir şey değil. Hər hansı bir emosiya kimi, məsələn, hər hansı bir his kimi. Yeri gelmişken his ve emosiya eyni şey değil, onu da diyeyim. Ama sevgi de bunların hiçbiri değil. Hər hansı bir emosiya bize gelir. Biz durduğumuz yerde nəyəsə kədərlənə bilirik, nəsə bir epizod görürük və kədərlənirik. Bu özü gəlir. Əsəbləşə bilərik, bu özü gəlir. Hansısa bir daxili his yaşaya bilərik. Bu özü gəlir. Məsələn, vurulma. Biriyle tanış oluruq internetdə. Danışırıq. Aramızda nəsə bir elektriklənmə baş verir, necə deyərlər, bir uyğunluq hiss edirik. Və başlayır. Yəni ayaqlarımız yerdən kəsilir, uçmağa başlayırıq, qarnımızda kəpənəklər uçuşur. Bir-birimiz üçün ölürük və hesab edirik ki, sevirik. Belə də deyirik, elə danışarkən də belə deyirik. Mən filan kəsi sevirəm. Bax, bu sevgi deyil. Fərqi yoxdur, qarşı cinslə bağlı olsun, dünyadakı hər hansı bir insan olsun, həyatımızdakı hər hansı bir insan olsun və bütünlükdə həyata münasibətdə olsun. Bax, bu hisslər hər nə qədər sevgiyə oxşasa da, bunlar sevgi deyil. Yəni, əslində biz bunları sevginin səviyyələri olaraq da qiymətləndirə bilərik. O cür də mənalandıra bilərik. Necə ki, məsələn, bir neçə gün əvvəl mən paylaşmışdım qədim Yunanların sevgi təsnifatını. 4 hissədən ibarətdir. Eros, digərləri və bunların hamısını sevgi adlandırırlar. Amma mən sevgi deyil deyərkən, bax, o ən ali olanı nəzərdə tutduğum üçün elə deyirəm. Məsələn, Yunanların da təsnifatında bu agapedir, yəni 4-cü. Bütün mistiklərin bəhs etdiyi sevgi və yaxud bugün bir çox psixoloqların, mistik psixoloqların, bunu da vurğulayım, daha çox mistik baxışları olan, daha dərin yanaşan psixoloqların istifadə elədiyi sevgi sözü də, o da yenə də bax, həmin o 4-cü Yunanların 4-cü sevgisini, 4-cü səviyyə, 4-cü mərhələ sevgini nəzərdə tutur. Yəni, bu his deyil, bu özü gəlmir. Biz özümüzdə bunu aşkarlamırıq. Biz özümüzdə bunu yaradırıq. Bu yaradılan bir şeydir. Bu keyfiyyətdir. Yenə təkrar edirəm, vurğuluyuram, bu his deyil. Bu keyfiyyətdir. Bunu biz yaradırıq. Buna biz gedirik. Yavaş-yavaş. Əslində özünü dərk prosesi sevgi prosesidir. Biz sevməyi öyrənirik. Özünü dərk ilə biz sevməyi öyrənirik. Fərqi yoxdur. Öz ərini də, arvadını da, uşağını da, valideynini də, qonşunu da, iş yoldaşını da və bütünlükdə həyatı da, bir canlını da, ağacı da, bitkini də, biz hamısını sevməyi öyrənirik. Ona qədər bizim hiss etdiklərimiz, onlar sevginin primitiv formalarıdır, ibtidai formalarıdır. Sevgini xatırladan şeylərdir. Bax, o bizim içimizdə özü gələn şeylər var. Onlar sevgini xatırladır, amma sevgi deyil o.
Sevgi, yenə deyirəm, bu keyfiyyətdir. Sevgi əməkdir. Sevgi zəhmətdir. Sevgi çox vaxt, bax ona gələnə qədər, onu dərk edənə qədər bizim qaçdığımız şeydir. Biz qaçırıq sevgidən. Çünki sevgi biraz əmək istəyir. Ona görə də mən filan kəs üçün ölürəm. Biz belə dəhşətli sevgi yaşayırıq. Dediyimiz şey əslində sevgidən çox uzaq bir şeydir. O gəldiyi kimi də gedir. Necə ki özü gəlir, elə də gedir. Amma əgər səndə o keyfiyyət yoxdursa, o bacarıq yoxdursa, onu sən özündə yaratmamısansa, onu bax belə balaca kərpic tikməmsənsə, hələ başlamamısansa hələ bu prosesə, əhəmiyyətli dərəcədə hələ bu işə girişməmsənsə, sənin sevgidən danışmağın biraz tezdir. Bax, həyatının bütün çətin situasiyalarını xatırla. Məsuliyyət istəyən, cəsarət istəyən, qorxusuzluq istəyən, bax belə hazırlıq istəyən, girişmə tələb eləyən, səndən belə qorxusuzca atılma tələb eləyən, belə sinəni gərərək mən buna hazıram demək istəyən şeylər ki var. Bax, xatırla onları, sən adətən orada nə edirsən? Sən orada qaçırsan hər zaman. Qaçırsan çünki sevə bilmirsən. Bax, sevgi o keyfiyyətdir. O hələ səndə olmayan, bax, həmin keyfiyyətdir sevgi. Sevməyi bacarandan sonra səni o şeylərin heç biri qorxutmur. Sən belə özünü odda yanmaz, suda batmaz hiss edirsən. Sən hər cür bugünə qədər təhlükə hesab elədiyin şeylərin içinə rahatlıqla, vurğulayıram, rahatlıqla atılırsan. Qorxuyla yox. Rahatlıqla atılırsan, çünki sevirsən artıq, güvənirsən. Həyatı sevirsən, həyata güvənirsən. Həyat sənin üçün qorxulu bir şey deyil. Bax, bu hər zaman dediyim, bəhs etdiyim və Yuri Minyachikinin də müəllifi olduğu o konsepsiyanın işığındakı, bax, həmin o yetkinin bacardığı bir şeydir. O bacarır. Bax, bu sevmək ümumiyyətlə yetkinə xas bir xüsusiyyətdir. Bunu nə uşaq eləyə bilmir, nə də yeniyetmə bunu eləyə bilmir. Bax, o qorxu, qaçış ki var, o yeniyetməyə xasdır, uşağa xasdır. Çünki bunlar onun işi deyil ümumiyyətlə, onun təbiəti deyil. Sevmək onun keyfiyyəti deyil, onun məziyyəti deyil. Bizim yalnız yetkin psixikamız, yəni psixikamızın yetkin hissəsi bu keyfiyyəti daşıyır özündə. Və əgər demək ki, bu keyfiyyət səndə yoxdursa, demək ki, sən hələ öz yetkinini aktivləşdirməmsən. Səndə hələ ki, uşaq və yeniyetmə sükan başındadır. Bədənin daha çox onların idarəsindədir, onların əlindədir. Ona görə də təklif edirəm ki, gələn dəfə sevgi haqqında düşünəndə, sevgi haqqında danışanda, mən sevirəm deyəndə, mən sevdim deyəndə, mən sevmişdim deyəndə bu məqama diqqət edəsən. Həqiqətən o sevgi idimi? Yoxsa bir hiss idi, bir simpatiya idi, bir bağlılıq idi, özü gələn bir şey idi.
Her şey gəlir və gedir, amma sevgi gələn və gedən bir şey deyil. O səndə var və sən sadəcə onu oradan tapıb çıxarmalısan. Bax, o sənin mənindir, hər zaman deyirik. Əsl mən, gələn və gedən şey deyil, doğulan və ölən şey deyil. Bax, sevgi elə əsl məndir. O elə bir keyfiyyətdir ki, onu bir dəfə tapırsan və sonra o səni artıq tərk etmir. Və sən hər şeyi onun işığında sevirsən. Cinslər arası sevgidə də bu, yəni necə lazımdırsa işləyir. Bu vurulma deyil. Bu ruhu sevmədir. Bir insanı bütün varlığı ilə sevməkdir, qəbul etməkdir. Onun sadəcə var olduğu üçün, onu sadəcə bir varlıq kimi sevməkdir. Sənə uyğun olub olmaması yox, sənə yaxın olub olmaması yox, sənə nə bilim hansısa həyati dəyərləri ilə, düşüncələri ilə, dünya görüşü ilə sənə yaxın, oxşar olub olmamasına görə yox. Sadəcə var olduğu üçün. Sən onun ruhunu sevirsən, sən onun özünü sevirsən. Və sən onun üçün hər şey eləməyə hazırsan. Hansısa bir şey qarşılıq gözlədiyin üçün yox. Amma bu demək deyil ki, bu qarşılıqsız olmalıdır. Yəni, sən sevməyə bacarsan, amma qarşı tərəf sevməyə bacarmırsa, bundan getmir söhbət. Qarşılıqlı olmalıdır. Amma burada ruhu sevməkdən gedir söhbət. Ümumiyyətlə, sevməyi bir keyfiyyət olaraq düşünün. Yəni, mən bir canlını sadəcə olduğu üçün sevirəm. Sadəcə var olduğu üçün. Ondan heç bir mənfəətim yoxdur. Ondan heç bir gözləntim yoxdur. O mənə qarşılıq verirmi, vermirmi? O mənim gözləntilərimə cavab verirmi, vermirmi? O mənə problem yaradırmı, yaratmırmı? Ona görə yox. Sadəcə var olduğu üçün. Tökürsə, durursan, təmizləyirsən. Dağıdırsa, durursan, düzəldirsən. İslandısa, durursan, silirsən. Qurudusa, durursan, suluyursan. Etiraz etmədən, şikayət etmədən. Yəni, nəticədə nə dedik? Əməkdir. Əmək. Biz əmək sərf etməliyik. Və sən öz həyatına nə qədər çox əmək sərf edirsənsə, bax, bayaq dediyim o qaçışlar nə qədər azalırsa, o çətin situasiyaya nə qədər belə rahatlıqla girə bilirsənsə, həyatın o pis sürprizlərinə nə qədər çox hazırsansa, bax, sən o qədər o keyfiyyəti özündə yaratmısan deməkdir. Yəni, bu yaradılan bir şeydir. Bunu sən yaradırsan, daha doğrusu tapırsan, çıxarırsan. Bax, o tapıb çıxarma prosesi elə özünü dərk prosesidir. Belə, his deyil yəni. Sevgi his deyil.